Fəhlənin günü 2. Müdür geldi. Güzel insan. Güzel. Güzel. Müdür. Ben müdür budur. Müdür bağışla yetersen müdür. O kadar giyip çizdirmişəm, mən tanımırsan. Ne bileyim müdür askı takmışdınız ona ya tanımadım. Nə istiyorum, sən nə varmısan? 10 gün işləyirəm də müdür elə nətər demişsiniz, tapşırmışsınız, hər şey eləmişəm. Demişdiniz deyəsən bir maaş da veriləcək inşallah. Müdür var, şifrləri yığdım hamısını aşağı, detalları daşıdım hamısını ambara. Nə bilim mənə əlavə Danışma. Pul istəyirsən, bildik. Acı da pulunu gətir, pul qabıdan maşını gətir. Baş üstə müdür. Mənə əlavə mismarları da oradan çıxarıb yığmışam ayrı. Nə bilim taxtalardan da əlavə daşımışam yəni. Müddətdən artıq da işləmişəm. Dedim iş tez qutarsın. Gəl götür. Sağ olun müdür. Dəyim ona. Hop. Bağış Başqa yenə elə pul bildim. gətir. Elə bildim əlavədə verəksiniz. Sizdən gözəl insan yoxdur. Allah sizin Sağ ol, canınızı sağ sağ ol. eləsin. Ümumiyyətlə verəməzsiniz bir dənə xotdiyim maşını Ha, verib mən də elə şey iş yoxdur. Yer gedişinlə məşğul ol. Gəl gedək. Olanda nə olar ki, bir dənə akkumulyator verəcəkdim, xotlayacaqdım da bunu. Bu da məni yığıb boğaza götürüb benzin alıb töküb od deyəcəm. Allah.